Herbaflora'nın baş sponsorluğu, Oba Marketlər şəbəkəsinin sponsorluğu ilə ləzzət axtarışında verilişi başladı. Vaxtınız xeyir olsun. Həbilə nə tərsiz? Aygün xanım sizi Şəkidə xoş gördük. Çox sağ olun. Sən göz oyayım, sən can oyayım, sən qulaq oyayım, sən kipriklər oyayım. Bəs, bu qədər məncə bəsdir. Çünki burada yeməyə çox şey var. Şəkin, pitisi var, halvası var. Kefli beçəsi var. Kefli beçə yemsən? Həbilə yemişəm, amma Şəkidə yeməmişəm. Şəkidə bir dənə dadlı yeməkləri var. Ləzzət axtarışında bugün Şəkidə yox. Dağların ətəyində dağlar qədər qədim Şəki, dostlarına üzü açıq, düşmanına qənim Şəki. Hey! Zarafatı baldan şirin. Ardında yuxarıda oxuyacağım. Aygün, Şəki doğrudan elə bir yerdir ki, yeməkləri bir qırağa, zarafatları bir qırağa, insanları bir qırağa, doğrudan da möhtəşəm yerdir ya. Həm yeməkləri dadlı duzlu məzəlidir, həm insanları dadlı duzlu məzəlidir, söhbətləri dadlı duzlu məzəlidir. Aygünlə küçədə gəzə-gəzə gedirik, elə bizi görən dedik, həblə nə tərsiz? Həblə gəlin, qonağımız olun. O qədər qonaqpərvərdilər, maşallah olsun. Azərbaycanın hər yeri elədir. Şəki də xüsusilə, yəni ləhcə ilə o qədər şirin bizi dəvət edirlər qonaq. Bugün Şəki mətbəxini çəkəcəyik, özdə hardasa gəziyik. Şəkinin qədimi bir kəndi var. Hələlik bugün Kiş kəndindəyik. Kiş. Həblə deyirəm ki, birinci bir dənə halva yeyək. Şəki halvası ilə bir çay içək. Ondan sonra gedək yeyək. Oba Marketlər şəbəkəsindən ərzaqlarımızı alırıq, hazırlayırıq, yola düşürük. Bəli. Beləliklə, Herbaflora'nın baş sponsorluğu ilə Oba Marketlər şəbəkəsinin sponsorluğu ilə ləzzət axtarışındayıq. Ələhmət halvası çox məşhurdur. Burada həm də belə bir şey eşitdim ki, düyunundan hazırlayırlar. Və bu qaymaqlı halva ki var, onun dadına baxmam. Ürəyim partladı. Asığı Şəki halvasından yemişəm, amma qaymaqlının dadına baxmamışam. Sən gözü o yemək gör. Yenə başladık gözümdən. Halvanı harda bişirirlər ha? Müşfiq. Bax hələ orada o tavadan yeyə birbaşa. Açıl susam, açıl. Açıl. Sizin göz oğuzu yiyim, nə tərsiz? Deməli, bunun üçün, bu prosesi aparmaq üçün bu mütləq miskab olmalıdır. Aha, miskabdan başqa olmaz. Bu xəmir deyil. Düyunudur, xəmiri, bir də su yoğrulur, buala gəlir. Gəlir. Mən həmişə bu halvanı yeyəndə onun o üstündəki ki var, bu setka, belə jilka kimi, o dadlı olur axı. Mən bilmirdim o düyunundan olduğunu. Bax. Ay, nə var? Özdə bu sulu belə tökülür, sonra da quruyur. Mən öyrəndim, daha öncə nə edəcəm. Öyrəndin, eləyirsən? Hə, bu birisi mən eləyəcəm. Aha. Adana, püstür Aygün, sağ ol Aygün, sağ ol. Ortadan bıraxdı nəsə orada. Ailəm qatdı bir-birdən. Görərsən, ən dadlısı bu olacaq. Amma Aygün, malyar kimi işləyə bilərsən ha. Elə polak kraska var, elə. Nə qəşəngdir. Ha, bəsdir. Polra eləmirsən, Ha? Polra eləmirsən, neyimsən? Parmağınız altına. Parmağınız.
Aləmi qatdı bir-birinə. Sən ala kes bir yana. Sən ala kes bir yana. Salam aleyküm. Nədəsiniz müəllim? Aleyküm, hoş Keyfiniz geldiniz. əhvalı necədir? Buyur, sağ olun. Xosrov müəllim. Ələhmət kişinin Allah rəhmət eləsin oğludur. Düzdür də? Bəli, bəli, bəli. Və sizin qardaşınız rəhmətli Məmməd Salih. Məmməd Salih Allah o dünyasını versin. O da elə bu işlə məşğul olur. Elə quruculardan biridir. Valideynlərimiz Hə, dünyasını də dəyişəndən gözəl. sonra rəhmətli ilə ikimiz bir yerdə işləmişik. Mənə də sizə Bəli, davam maraqlıdır. etdirdik. Ələhmət bəydən öncə də bişirən var idi. Lap köhnə nəsil. Onun babasından qalan. Sadəcə bura onun adınadır. Bəli, anam da sənətkar olur, atam da sənətkar olur. Olan da özü üçün bu deyək Şəki qədimdən qalan, bunun tarixi yoxdur. Hə, yox. Qədimdən qalan bir şeyin Hə, yadçıdır. xüsusi bir il deyə bilmirsən. Yox, bayaqlar. Bu nədir? Bax indi səhv qismi Bayaqlar var. bir söhbət düşdü ki, mən dedim ki, dumdum alvası çeşmişdə nə tə olurdu. Dımdım halvası. Yemisiniz dımdım halvası. O vaxtı qədim dövrdə belə yayırdılar ləpəni. Sonra bükürdülər. Sonra büküb tez bazarda deyək. Elə bir lavaş kimi. Bəli, bu elə belədir də, yəni bu bunu elə mən belədir, sizə bu göstərirəm ki, bükülür. keçmişdə belə dumdum yeyilir. alvasını belə eləyiblər də, yəni. Belə nuş eləyib. Beləsinə. Bəli, bəli. Salih rəhmətli onu puxtalaşdırıb. İndi hal-hazırda mağazinimizdə də var. Satılır. Götürək. Belə satılır yoxsa başqa cür. Onu cür? müasirləşdirib də. Hə, Onun müasirləşdirib. tərkibində çərək yağı var. Dumdum halvasını. Şərbət Bəli, var. şərbət. Amma bu sırf qədimdə necə hazırlanır, belə hazırlanır. Bəli, tez bazar. Ona gülab da vurub yeyirlər. İndi Başa biz hələ ki gülabımız yoxdur. Aha, bu Gülab vurub yeyəndə vaxtlar. dımdım halvası. Tabii ki, şərbət yoxdur, şirinliyi azdır. Məncə belə daha qəşəngdir. Bu artıq şəkər Şəkər halvasıdır. halvası. Ha, bu dımdım halvasıdır. Qədimdə necə hazırlayırmışlar bu dımdım halvasını. Xosrov müəllim də bizim üçün belə hazırladı. Əsl dımdım. Dım 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 yar dım dım dım. Var ya belə bir mahnı bilirsiniz dım dım mahnısı. Bax bu da bu halvanın üzlüyüdür. Üzdüydü. Bununla tamamlanır. Bax, bunu elə bir üzdüyün çəkdiniz və salam qutardı, yetdi bu. Bəli. Yox, Belə üzlüyü qırağa üçün- qatlayırıq ki, ləpə dağılmasın. Hə. Ha, altına salırsınız. keçirdirsən. Aa. Helvacı helva. Şeker lokumu helva, helvacı helva. Şeker lokumu helva. Ləzzət axtarışını izləyənlər, Şəkidə ilk dəfə qaymaqlı halva. Deməli, bu halva qədim Şəki halvası deyil. Bu sonradandan Ələhmət Şirniyyat evinin özlərinin hazırladığı bir halvadır. Qədim olan bax budur. İndi mən qaymaqlısının dadına baxacağam, görüm necədir. Oo. Bu qaymaqlı super. Super, super. Vay. Fazin çayı gelsin süfreye, xeyri dəysin həzmimizə Ça. mədəyə. Bəh, bəh. Mirfazin çayı gelsin süfreye, Bay, 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 bay. xeyri dəysin həzmimizə mədəyə. Hə. Çayın adı gözəl, Bəh, bəh, bəh. adı dadı gözəl. Çay demişkən, Nə oldu? çay demişkən deyirəm, bayaqdan neçə dənə qaymaqlı halva yemisən? Qaymaqlı halva o qədər dadlı idi ki, biraz normaldan artıq yedim, düzdür. Amma Herbafloranın təbii bitki çayları yanımızdadır. Mirfazin. Mirfazin də bilməyənlərə bir də deyim ki, mənim əzlərim,
qanda şəkəri birbaşa Tənzimləyir. tənzimləyir. Yəni şəkər yeməkdən qorxmayın. Bəli. Böyrəyin funksiyasını, ürəyin, yəni ümumiyyətlə çox xeyirli bir çaydır Mirfazin. Xeyirli çaylarımız çoxdur. Möhtəşəm kənddir ya buraya. Xoş gəldin. Möhtəşəm kənddir, Kiş kəndindəyik və bilirsən hardayıq hazırda? Kiş kəndində çox qədim bir məbəd var. Bu da Alban məbədidir. Alban məbədi. Alban məbədi və onun qarşısındayıq hazırda. Bizi qarşılayan xanım, baxın, maşallah, bir dənə qəşəng cağ 06-sı var. Necəsiz? Salam əleykum. Salam. Necəsiz? Keyfiniz əhvalınız? Salam əleykum, necəsiz? Yaxşısınız. Allaha şükür. Maşallah. Siz nə tərsiz? Qəşəng 06-ınız var. Maşallah. Qəşəng gününüz olsun. Bunun qəşəng rəngi var. Belə çoxdan sürürsüz 06-nı? 2006-dan məndədir, bəli. Özümün komandası var, 15 dənə maşınım var. Turistləri özümüz Gəzdirirsiniz. Gəzdirirsiniz. Yəni bura öz məkanıma gətirirəm. Hə, öz məkanınıza Ondan gəlin. başlanır bilirsiniz. Yemək, çay, onlara cooking class, bizim mətbəxi təqdim edirik. Həm də Ləpəli təbliğ çörək, eləyirsiniz həm də təbliğ şəklin eləyirik, bəli. adətən. Mən 25 ildir bu işdəyəm. Turizm işində Yəni də. necə olub bu işə gəlmişəm? Bizim ailə qoruyub saxlayıb Alban məbədini. O səbəbdən bərpa işi başlayanda ailədən nümayəndə kimi, yəni əziyyət itməsin deyə bir nəfər nümayəndə istədilər. Onda da mən Onda siz üzr istədiniz. istəyirəm, cavan gəlin idim, dedim mən işləyərəm, problem Ay, deyil. adınız İlhamə. İlhamə xanım. İndi də maşallah, nə olub ki? Maşallah. Qocanmışam, indi artıq Ay, nənəyəm ay, da, ay. 2 dənədən var. Allah sağlasın. İlhamə xanım, o elə o cavanlıqdan bu 06-nı sürürsüz, 2006-dan deyirsiniz. Bəli, bəli, 2006-dan məndədir, dəyişməmişəm. Hələ belə soruşuram da, indi adam biraz, mən özüm də Sovet maşını sürmüşəm vaxtı ikəndə. Cavanlıqda adam biraz dəliqanlı olur. Siz hələ buna təkərzat qaldırın. Görmədin, 2 təkər qaldı. Onu deyirəm. Arada Təkər qaldırmısınız bundan? Bəli, elə turistlərim olub ki, istəyiblər ki, təkər qaldırım, hə, olar dedi. Evi sırf turist gələn qonaqlar üçün hazırlamışıq ki. Ay Allah. Qəşəng. 2023-də Amerika səfirliyi tərəfindən dəstək olub bizə. Sırf xidmət işimizə görə 18.000 manat dəyərində qrant ayırıb. Sağ olsunlar. Səfirin köməkçisi. Bu şəkildə də Aha. 2006-da olan şəkildir. Görürsünüz orada nətər Laçın qızı olmuşam, zavan idim. Ha, sizsiz. Bəli. Oo. Ay Allah. Bu 06-nı təzə alan vaxtlardır. Hə, lütfən. Necəsiz, yaxşısınız? Bir tanış olaq. Bəli. Həm də baş şofa, Hümmət qızı. Şübhə xanım, Bəli. bizim üçün nə bişirmisiniz? Hazırlamısınız bu günə. Lobyalı plov hazırlayıram. Kiş kəndinə aid. Bəli. Lobiyalı plov Kiş kəndinə aid. Sonra Ləpəli çörək, qozlu çörək də. qozu çörək, Yarpaq dolması. dopu. Ha. Dopu da. Sonra orada doğğa var idi. Hə də qozu doğu. Qozu doğğa da kişə aiddir. Bəli. Bəli, şahid. Kiş doğğasıdır. Bu mən doğğanı kartoşka ilə yemişəm, kartoşkasız yemişəm. Elə yerlər var ki, kartoşka qatmırlar da. Noxudla Am yemişik. noxudla, amma qoz nətər olur onun. Burada lobiya yemiş. Mənə bir sizlə maraqlı gəldi, düyünün rəngi.
Duyunun rəngi lobyanın bişiririk, lobyanın suyunu sonra tökürük. Bax, lobyanın özü anı. Lobyanın özü qazanda. Düyünü bişiririk, sonra qazmaq üçün biraz düyü götürürük. Aa. Ondan sonra qalan bişən lobyanı düyünün içinə atırıq, qarışdırıb sonra süzürük. Aha. Ondan sonra qoz ləpəsi ilə qat-qat dəmə qoyuruq. Dəmə qoyursunuz. Həblə olur o şişin lobyalı aşı. Yeməli. Görməli və yeməli. Görməli və yeməli. Yeməli. Aa, İndi qazmağımızı hazırladıq. Gedirik Bəs atımızı onun süzməyə. ət yavanlığı olur. Məsələn, dedim ki, Yox, onu lobyalaşda yox. Lobyalaşda ət Olmur. Hesabla yeyilir. Özü ilə aşkaradır da, lobyalaş özü ilə aşkaralar. Lobyası var, qozu var, kifayət qədər kaloridir və öz demək olar ki, aşqaranı əti əvəz edir. Yəni yeyirsən, doyursan, doyursan. bu günləri elə biz səhərdən bu yeməyə qozla başlamışıq. Abi fikirləsən, paxlanın içi bütün qoz idi. İndi pilovun içi qoz. Narahat olma, bizim Aha. əlimizdə Mirfazin kimi gözəl bir vasitə var. Çayımız var, bəli, bəli. Aha, baba bibi qozu tökür. Qozu tökdük. Elə bir tort bişiririk. Hə, lobyanı getsə süzməyə. Ha, bibi getdi lobyanı süzməyə, iş gedir. Bibi, şəkin özündə bişirirlər bunu. Bəli, bəli. Harda ki qoz ağacı var, orada bu yeməklər bişirilir. Harda qoz ağacı var, həmin yerdə bişirirlər ancaq bu yeməklər. Kimin həyatında qoz ağacı yoxdur, o yemədi yetdi. Bəs yaxşı, ona ən belə güclü dad qatan nədir? Kişinin özünün lobyası. Aha, deməli kiş lobyası. Mənə bax Aygün. Nə oldu? Bax deyirəm ha sənə ya. İçəri girib yenə əlavə kəsəni sumka yığmaya qənaət eləmək lazımdır. Yenə başladın danışmağa. O bu onsuz da qənaətin məkanıdır da. Gəl. Hə? Aygün, bir dənə bəsdir də, qənaət elə də. Əşi qənaəti oba eləyir. Aygün, bu nədir? Biraz qənaət elə də. Əşi sənin cibindən çıxır. Hamısını yığılan kəşbəkimlə ödəyəcəm. Yığılan kaşbekinlə? Gördün kəşbəkdən çıxdı. Hə. Şəki, şəki. Pitinin aylağı. Şəki, şəki. Bəh, bəh, bəh. Bəh, bəh, bəh. Deməli, göz olsun, fikirləşdik ki, Şəkidə yoxsa hamı fikirləşəcək bizim kimi. Piti Niyə yeməsən bunlar olmaz. piti yemirlər? Hələ dedik, başlanğıcı elə piti ilə başlayaq. Piti ilə başlayaq. Başlanğıcı piti ilə var. İsti-isti dinə qəşəng, soyulmamış və zafaranlı, bazafaranlı belə. zafaran Bunu mən üstündə. istəyirəm, bu mən istəyirəm, bu mənimdir, bu mənimdir, bu mənimdir. Deməli, Şəkidə piti verilən yerlər çoxdur. Bilirsiniz ki, da məskəni dediyənə hər yerdə piti var. Fikirləşdik bu gün İlhama xanımın yanında yeyək pitini. Elə en gözəl piti bizdə olur, bəli. Doğru deyirsiniz? Bax, yaxşı. Özünüz pişirirsiniz. Nəyinə görə? Bəli, özüm işçilərlə bir yerdə bəli. Pişirirsiniz. Bax, nəyinə görə də, nə bilim, nəsə əlavə bir Buna görə ki, baxdınız. bizdə belə küpün özündə bişir. Gördüyünüz bu kuşinin özündə, küpün özündə bişir. O çox yerlərdə Çox yerlərdə qabda bişirib sonra küpə tökürlər. Orijinal özündə bişməlidir. Oo, bu da var imiş sən demə. Aha, bu nədir? Bəh, bəh, bəh. Pitini düzgün yeməyəndə o şəkillərin xətrinə dəyir. əsəbləşir. Deyir, hə bilə sənin üçün bu bozbaş deyil, bu pitidir. Bunun yeməyin qaydası var da. Birinci suyunu, Birinci suyunu Əvvəl bax, suyunu. belə-belə tökürük. Ay müşfiq. hələ ətinə baxa-baxa suyunu yeyirsən. hələ. Ətinə baxa-baxa suyun. Bax, birinci suyu bax. Suyu süzdük. Hə? Biraz Aha. sumaq əlavə eləyirik. Suyunun içinə sumaq əlavə edirik. Bunu belə əzmək üçün nəsə olur həmişə. Yox, əzmək üçün, burada əzmək üçün yoxdur. Hə, amma qaşıqla Amma da mən belə bunu istəyərdim qəşəng ki, bir əzə dəqiqə bilərsən. olardı ki, Hə. bunun içindəki Göstərək. bilinsin ki, nədir. Bəli. Göstərək. Tökün bura, zəhmət olmasa. Hamısını tökün. Düzdür, indi o küpün içində əzirlər, amma biz Noxud Ha, olaraq- küpün içində də belə əzirlər. ay. küpün içində əzirlər. Biz sadəcə olaraq o qonaqlar bilmirlər. Çünki içindəki nələr var, nədən ibarət. Aa, Ona görə çöldə belə görsünlər boşqaba deyənə. görürlər və nələrdir. Ondan sonra
Bu formada əzirik. Mən açam sizi bilmə. Tam həll bişməlidir. 10-12 saat. Yavaş bodda. Belə mən də bunu belə götürüm. Oy, bunu yeməni bir təhər elədi. Bu pitinin qoxusu məni bir təhər elədi. Buna da biraz yenə sumaq əlavə olunur. Bu Aha. artıq ikinci hissə. İkinci hissə təzə çörəklə yeyilir. İndi bunun dadına bax. Birinci hissə suxariklə yeyilir. Əməli bu iş bir prosesdir ya, doğrudan. Amma qəşəng yeməkdir də, belə deyim ki, güclü yeməkdir. Hazır variantdır. Bəli, bu hazır variant. İkinci hissən hazır variant. İkinci hissən. Bəli. Bu ikinci hissəsi daha gün. Bu ikinci hissəsi. Ha, birinci səni yedə birinci də. Onu da yeyirəm, bunu da yeyirəm. İkinci hissən yemək olmaz, birinci Hə, gərək qurtarmamış, birinci bəli. yeyəsən. Birincini, ay sağ, birincini bitirməmiş olmaz axı. Birincini bitirməlisən, sonra keçsən ikincisi. Yəni adət budur. Gül kimi pitini boz başa döndərdin. İlhama xanımın pitsin. Dadına baxaq şəkildə. Heç özüm yeməmişdim, qəşəng dadır. Dadı. Özü deyil yemir. 25 ildə birinci dəfə pitini Orada. Bu zəfəran da belə qəribə bir dad verir ona. Deməli bu pitini kartoşka ilə də bişirirlər. Amma şəkillər deyir ki, piti. Kartuşka artıq bozbaş olur o. Ay sağ olun. Pitiyə kartoşka vurmaq olmaz. Heç vaxt. Aha. Soğan öbeki yerinə. Bir də burada sirkə soğan. Ən çox da bu. Sirkə soğan öbeki çorbaya koymuşlar. Bəli. Onda da Bunu çeynəmirsən, bunu elə udursan gedir. Bax. Bax. Gör çeynəyirəm. O qədər həlim və dadlıdır ki. hər bölgənin yeməyini yeyəndə belə ləzzətlə yeyirik. Çünki baxmayın da uzaq şəhərlərimizdə, rayonlarımızda, ucqar kəndlərimizdə yeməyin dadı biraz fərqli olur. Elədir uşaqlar? Nədir? Da bunu əzməliyəm, düzdür? Əzməlisən. Əzirəm mən. Görürsünüz Belə. şabalıd, Şabalıd da var sənin. cavalıq bir ədəd, Utdun. noxud, Bu cavalını dənə ilə atırsınız. quyruq bir dənə, Bir dənə şabalıd olur. bir dənə. Bir Ni- porsuda bir porsu gedir o. İndi kimsə əlavə hörmət eləsə 2 dənə qoysun, yoxsa elə Daha baxırıq şöyle. vəziyyətə baxar. Vay, buna bax. Deməli, əsl şəkil bitsini belə yeyirlər. Bax bu cür. Vallahi şəkidə bitsinin yeyiliş qaydası belənsinədir. Biraz yer saxlayın. Möhtəşəm. Yeməklər çox. Hə, o birisi yeməklərə yer saxlamaq lazım. Möhtəşəm. Saxlayan belə mən özümü. Siz də Kiş kəndindənsiz? Bəli. Burada yaşayırsınız. Hə, bəli. Bu- Qonşuda yaşayırıq burada. Hə, amma Kişdənsiz də. Bəli. Bəs nə ilə məşğul olursunuz? Zeynəb, nə ilə məşğul olmusunuz əvvəldən? Yəni bu kənddə Əvvəlcə yaşayırsınız. şəkil ipək kombinatında. Şəki ipək İran'da kombinatında. qonaq qarşılayırıq, heç nə ilə. Şəki ipək kombinatında işləyib. Hə, bəli. Şəkidə. Şəki ipək kombinatında. Aha, bəs müəllim siz? Mən pensiyaya çıxmışam, dayanamam. Aha.
Ben de elə səldim, ərrənəm. Neyiniz? İşim yok, gücüm yok. Gördünüz mü? İman da işte böyle harranlam. Adi günlərdə də belə gəlib toplaşırsınız bu həyətdə. Her gün burada. Bu həyətdə. Ay Allah, nə Biz her qəşəng. gün burada ya. Abi gelsin çay içirsiniz. Burada çay içirik, qovullarda getmirik. Ay Allah. Hə belə qoğullarda getmirik. Ha, ala. Mən asaq bu Hazayın anekdotlardan var birinin. Ayıqdatlarına yox, sağ verilişən orada baxıram, yemək verilişən. Ha. O televizyon payızı bölünü deşiyor, oradan bizə də yemək verirsən, yaxşı olar. Sağ qurbandır. İndi bax, lobyalı aş pişir orada. Gül kimi lobyalı aş pişir orada. Amma bizim qonağımızsınız. Bax deyirsiniz ki, hər gün gəlir bura, çay içirsiniz, gedirsiniz. Düzdür? Yəni hər gün gəlirsiniz bura. Ardı var sualın. İndi bu gündə nəsə iyi eşitdiniz elə bilər. Nəsə gəldi. Yeməyini. Ya, xahiş edirəm düzünə. Nəsə iyiyə gələnə oxşayırsınız. Yox, papucudur. Ya. Valla sən bax iyiyə gələnə oxşayırsan. Maqsad Ha, oxşayır. oxşayır. Sən bu lobiyanın iyinə gəlmisən. Mən sən Yox, Valla iyiyə gələnə oxşayırlar. görürsən ki, hamısı bir dərə biçimi ki, iyiyə gələn bir dərə biçimi olur, yoxsa kök olur. İyiyə gələn. İyiyə gələn necə olur? Elə olur. Oğlanlarımıza yaxşı baxsın, hamımız maşallah yersin. Bir dənə qız var, ayaqüstü öldürmüşsün. Niyə ona yemək vermişsin sən? Təzə qoşulmuşam da, indi yavaş-yavaş yeyə gedirəm. Qoşulmaq nədir? Bunun altına mən oxuda qədər iki təkər üstünə geyərəm. Amma mən altı ilə tək təkər üstünə geyərəm. Nə danışırsınız? Mən bununla oxuda qədər havada sürərəm. Küləkləməyin, siz maşın sürərsiniz. Ha, ay copçu mu bu? Ala qaqaş bu copçu mu benim balacalığını oxşadı ya qaqaş. Sən maşın sürə bilsən? Ha? Gəzdirə bilərsən bizi? Gözlürəm, göpürəm. Sən bizi, məni. Balamın niyə basmıram? Mən o sürəm. Yaxşı. Nə danışırsınız? Məncə daha ehtiyac yoxdur. Mən də Babanın niyə vasın sürürsən? Şəkidən oğlan tapdım özümə. Halal olsan. Bu böyüt onu sonra. Yox, özdə bəyaqlarım mənə deyib, sən göz o yeyim yoxdur. Halal olsan, vur bura görüm. Sizin göz olsun yiyeyim, bir dənə gedə orada çörək. Gedək təndə qozu, çörək. çörək bişirib də gedə bir dənə dadlama. Gəlin siz də bizdən bir yedim. Gəldik biz qozlu çörəyimizin dadına baxmağa. Görürsən necə çörək yapırlar? Sən şöyle iki təkər qaldırmaq deyil maşını. Bibi, Bəli. bu çörək də ümumi Şəkidə bişirilən çörəkdir, qozlu çörək yoxsa kişdə bişirilir? Bəli. Çişdə də bişir, Şəkidə də bişir. Şəkin çatlarında da bişir. Ha belə siz bunun dadına baxın. Bax, qozlu çörəkdir. Oo, şən görürsən ha. Al bir dənə səndə. Sən də ye. Al bir dənə səndə. Ver loğmana ver yazıq. Qoşulub uşaqlara. Yes. Deməli, qozlu çörək. Baxım görüm nətərdir bu qozlu çörək. Gördün, deyir ki, qozun kalorisi ətin kalorisindən çoxdur. Agim. Bir belə bir çörəyin arasına ləvəngi qoymuşam. Elədir də bəyəklər deyir ki, Vəngdə çörək ləvəngi. Bəyəndiniz inşallah. Bəli. Yaxşıdır. Maraqlı doğrudan. Buna ancaq zoğalın turşusu qoyulur da. hə, zoğaldır. Altı deyil. Nə əcəb görəsən bunu cənubda eləmirlər. Maraqlıdır. Qutabda ləvəngi yemişik Balaxanda. Amma ləvənginin məskəni olan Lənkəran, Astara, Masallı, Lerik Onlar ləvəngini sonrasında ayrıca eləyirlər, çörəklə yeyirlər. Bunlar da elə çörəyin içində hazır saxlayırlar ki, çox qəşəng ehtiyat yəni. olundan. Bax. Çox bəyəndim bu qozlu çörəyi. Superdir. Həblə bizim bu qozlu doğamız. Bibi,
Deməli bunu süzürsən, üstünə də qoz, ha? Bu içində də qoz var. Bəli, içində də var. Uşaqlar gəlin bura. Qozun tökürük. Al. Bu sənin. Sən qoz istəmirsən? O da qoz istəmir. Yaxşı, gələ. Al qozsuz. Hə. Hə, oy nə qəşəng doğradı. Ala göz oyayım, ala. Deməli, onu bir belə eləyirik də. Mənim də doğrandım qozla. Qoz. İçdiyim ən dadlı doğradı. Ən dadlı. Belə qəribə dadı var. Mən turşməcə doğraları sevirəm də. Həm turşməcədir, həm o qozun dadını verir. Həm qəribə bir şirinliyi var. Onsuz da bişirərkən içində qoz olur. Bir də süzəndən sonra üstündən qoz səpilir. Yenə də vurulur da, ha, yenə də vurulur. Hə. Zövqə görə də çox da vurub yeyə bilərsən az. Ya bunun öz marağı var. Çox dadlı. Yəni inanılmaz. Nəsə, mənim qozdan çox xoşuma gəldi. Mənim də xoşuma gəldi. Çox dadlı. Möhtəşəm, ləzzətli. Bax, Doğanın vətəni, belə deyək də, Doğa ad çıxarıb Gəncədə. Gəncə Doğası. Bir gün inşallah Gəncəyə də gələcək ləzzət axtarışı ilə, Gəncə mətbəxindən bir buranın ləzzətli yeməklərindən yeyib çəkək. Amma bu Doğa, bu günə qədər yediyim Doğaların ən dadlısıdır. Bax. Mən həyatı Bunun boyu üstünə qoz səpirsən. Biraz da qoz səpirəm. Bax, Aygün. Biraz Mən da qoz həyatı boyu səpirəm. ikinci qab doğanı yeməmişəm də. Bunu bax belə. Aygün, bax bunu qaşıqlamağa mənim halım yoxdur. Bax bunu. Hə, belə yəsən. Bunu elə axırına qozu biraz da tökdüm bunun üstünə. Qırğın. Xarici qonağımız var, ona da verək. Just enough cooked. Good? It's very good. Very good? Deməli, Very good. Polşadan. Reminds me of one of the Nə deyir? soups we have in our region. I mean, it is much different. But Mən it's mən tutanmadım. Yerdə dadına baxmışam deyib, bu tam fərqlidir. Azərbaycanda ilk dəfədir. First time in Azerbaijan? first time in Azerbaijan, yeah. Aha, It's lovely. Ha, ilk dəfə. How long you stay in Azerbaijan? 1 week. One Mostly week, around 7 Baku. days, bir həftə. Now we came here for 2 days. And then we're visiting next places, but I don't remember the names exactly. Sorry. Harda 2 olur? günlük gəlmişəm deyib bura, Harda amma olur? gedəcək yerim deyir, adı yadımdan çıxartmışam ki, yəni Hara gedəcək? hara gedəsdi burdan sonra. Bura 2 günlük gəlib. Deyirəm bəyəxları halvacıda dedi ki, Ələhmət halvacısında. Bəlkə sənin qismətin bu budur. Qismətin burdadır, qismətin açılsa, bütün şirniyyatları özüm yığıb gətirəcəm. Məncə burada bir dənə bağzalı qoy montajda Asif. Pavel'dan aygırım. Sizə xoşbəxtlik arzulayıram. Oğurlu qızda olasınız. I have no idea what's Təbrik happening. edirəm. In Azerbaijan. Ona onda Like the other women, so bir dənə Yavur oldu. evlidir, Yeah, they're subaydır. very beautiful. Evlidir, you are married or not? I'm not married. No. subaydır. Ha, subaydır. Xoşbəxt olun, xoşbəxt olun.
I'm too shy. I'm very shy. Nədir? Çox utanam deyir. Çox. Mən ona bir signed dəvət up fully for the edirik. soup. So Dəvət edirik bir dənə də bizdən bir yerdə dolmanın dadına baxsın. They want invite you taste Please. the local dolma olsun. Azərbaycan qoy. can I invite my friends? I'm here with my friends actually. Okay, no problem. I just give them a Dostun var call. diyor. Aha, çağır gəlsin. Okay. Ay, bunun nə qəşəng mişqalı papağı var. Necəsiz? Xoş gəlmisiniz. He said you are so Welcome to Şəki. Welcome to Şəki. Very nice city. Sağ olun. Sağ olun, bilir. Sağ ol. Sağ olun. Biz onları dəvət eləyək. Bizdən bir yerdə topu dolmasını dadına baxsınlar. Bir dənə deyin də siz ona. please they want to invite you the taste our local Dolma. topu dolma. Topu Outside dolma. Dolma. What is name? Gəlin Konrad. təcrübə edin, dostlar. Konrad. Konrad. Piotr. Piotr. Ha, Piotr. Neçənci? First, second, third Piotr. First. It's first. Piotr. Ay Allah, bayaqdan əlini heç nəyə vurmayan adam. Necə əl-ayağa düşüb, bunlara qulluq eləyir. Az səni alan dör onlar onsuz da. Good. Very good, very good. Onlara bir dənə deyin ki, bu əslində bunu bununla yeyirlər. Yo, o tərəfəyə tökülmür. 1 minute. Just you can put here 2 or 3 pieces, please. Bu dopu dolmasıdır. Topu da olmaz. Üzüm yarpağı. Üzüm yarpağından. And every day we make this bread and walnut bread for our guests. Nə idi indi? 35-40 bread in day they finished and then again tomorrow we will make again more. Elə baxın nə edir. Təzə çörəkdir, yəni bizim mətbəx təndirdə yapırıq və hər gündə 30 ədəd, 40 ədəd çörək yapılır və qurtarır. Sabahı gün yenidən yenisi. Bəyənirlər ha. Good. Canımsı o qədər maraqla belə ləzzətlə yedilər ki, ağızlarına baxıram, hələ özüm yemirəm. Aygün də məni qoyub tək girişim turistlərə. Vay vay, dolma. Adam çeynəmir, bu dolma o qədər dopdan. Deri-deri oduram bayağı. Elə bişib ki, yumuşaq pambıq kimi deyim. Möhtəşəm. Evet. Bu yazın cana gəlsin. Aha. Sən sən amma. Pəncərədən daş gəlir. Xumar gözdən yaş gəlir. Ay bacılar, qardaşlar, ay elimiz, obamız, ay Şəki əhli, belə məclisimizə aş gəlir. Oradan bir vağzalı aşı gətirim. Nə gözəldir toy bu çətin səda olsun. Vay 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 vay, qoy çalsın təzə bəyin həması. Ay dərdi bidədə. Deməli aşa yağ döydük, bir də pesok, çəkər tozu. Gəl uşaq, bu sənin, bu onun, o bu sənin. Elə maraqlı bir dadı var. Ha? Bax, bildiyimiz, evdə bişirdiyimiz plov dadını əsla vermir. Çox qəribə bir şeydir. Plov dadı deyil.
Bax qozu var, soku var. Nə bilim bir qəribə dad verir ki, çox Doğrudan. maraqlı daddır hə, amma dadlı da. Ha belə görünməm. Ağız dadıma uyğundur. Qozlu, lobyalı plov Şəkidə, Kiş kəndində. Dadlı. Peso vurmuş nə? Burun biraz da. Yox, anladı. Çox maraqlı şey ki. Rulet yeyirsən, nəsə başqa bir şey. Hə? İndi mən başa düşdüm ki, nəyə görə bunun yanında ət lazım deyil. Doyumluqda da nə lazım? Düzdür ha. Bunun elə bil ki, əti bunun lobyası, qozu. Kalorisi. Ha, bunun yanında bir ət də olsa bu çox olar. Artıq olar. Artıq olar, düzdür. Hə, lobiyası var da lobiyada şəkil. Eğer bunun yanına et koysan gözlere sürme çeken gibi bir şey olur da artık deyəcək. Öldü ki belə bu. söz deyən oldu mu ki, mən bəyənmədim. Bir dənə təkrar edin olar. Təkrara ehtiyaç yoxdur. Ay, çox bana sağ ol. Deyirsən onun yanına ət qoysun, elə bil ki, gözlərə sürmə çəkmək kimi bir şey olar. Aygün öldü. Divərlərinizə sağlıq. Möhtəşəm. Çox dadlı. Vallahi yeməklərin hamısı alaydı, hamısını bəyəndik. İlhama xanım, sağ olun belə qonaqpərvərlik üçün. Şükübə xanım, sağ olun. Əllərinizə sağlıq, belə möhtəşəm ha. İlham xanım, əllərinizə sağlıq. Bu cür gözəl bir məkan yaratmısınız. Öz keçmiş nəslin bax sizə qoyub, düzüb qoşduğu, belə qoyduğu bu gözəl tarixi yerləri, tarixi abidəni, sonra elə bu həyətiniz özü də bir tarixi məkandır. Bunu qoruyub saxlayırsınız və növbəti nəslə keçirtməyə çalışırsınız. Bizim sizə bir hədiyyəmiz var. Adətən biz indi bu bizim üçün kaloriya yeməklərdir də, öyrəşmirik. Həm də 4-5 yeməyi birdən yeyirik. İstərsəməz mədəyə ağırlıq eləyir, xolesterolumuz qalxır, nə bilim təzyiq problemi yaşayırıq. Amma bizim sizə bir hədiyyəmiz var. Çünki siz də ən azından gündəlik olaraq bu yeməklərdən qidalanırsınız. Bizim Herbafloranın çayları var. Möhtəşəm Herbaflora çayları. Baş sponsorumuz. Və bu bizim baş sponsorumuzdan sizə olan hədiyyələrdir. Doğrudan da bu çayları içəndən sonra özünüzü tam sağlam hiss eləyəcəksiniz. Var şəkər xala? Şəkərim yox, təzyiqim var. Bax. Ona da kömək eləyəcək. Və biz istəyirik ki, bizim sponsorumuz olan Oba Marketlər şəbəkəsindən bizim gözəl obamızdan, Oba Qənaətin ünvanını da bilirsiniz. Endirimlər mövcuddur oradan. Biz də elə ondan da yararlanıb sizin üçün hədiyyələr gətirmişik. Bəli, Obadan bazarlıq eləmişik sizin üçün. Onsuz biz bütün məhsullarımızı demək olar ki, Obadan alırıq. Hara getsək, Obadan bazarlığımızı eləyirik. Və Obanın müştəriləri də maşallah olsun boldur. Özünüz ümumiyyətlə hardan elisal verir? Mən Obadan. Obadan elirsiniz. Bilirsən niyə? Çünki bura o qədər qonaqlı qaralı olur ya, kifayət qədər gün ərzində yemək bişir və bunun ərzağını çatdırmaq məsələsi var. Obada da endirimlər olduğuna görə, qənaət elədiklərinə görə Obaya gedirlər. Maşallah. Əla, Obadan da elə alış-verişə davam. Herbafloranın baş sponsorluğu, Oba Marketlər şəbəkəsinin sponsorluğu ilə ləzzət axtarışında verilişi bitdi.